Hər vaxtımız xeyirli uğurlu olsun. Görünür Azərbaycanı çəkirlər müharibə içinə. Bunda da millətimizin heç bir marağı yoxdur. Marağı olan tək hakimiyyətdir, İlham Əliyevdir. Görünən budur ki, onun sərt çıxışı ilə İlham Əliyev mesaj verir ki, hə, mən yanınızdayım. Məndən istifadə edə bilərsiniz rahatçılıqla. Arxa planlarda, o arxa pərdədə nə razılaşıblar, nə danışıblar İsraillə, o bizə maraqlı deyil. İsraildən heç kimə xeyir gəlməyib, nə də İrandan heç kimə xeyir gəlməyib. Elə regionu qarışdıran, qan gölünə çevirən də bu iki ölkədir. İsraillə İrandır. Yəni, Amerika gəlib içərdən heç yeri qarışdırmır. Qarışdıran İsraillə İrandır. Ümumiyyətlə, Amerikada güclü bir dövlətdə gücü var. Sözünə baxmayanı əzir. O başqa bir mövzu. Amma dövlətlər özünü nətər qoruyur. Söhbət budur. Yəni küçədə dava olanda hərə bir yerdə dalaşır. Biri şəhərdə, orada, burada. Hərə bir yerdə dava-dalaş eləyəndə görürsən dünyanın gedişatı budur ki. Güclü gücsüzü əzir. Amma sən nətər bundan özünü qoruyursan? Sənin bir strategiyan, sənin bir planın varmı, yoxsa yox? Söhbət ondan gedir. Sənin heç bir planın yoxdur, arxada iqtisadiyyatın yoxdur, müdafiə sənayen yoxdur, hava hücumundan müdafiə sistemlərinin ümumiyyətlə o nə deməkdir, sənin ondan xəbərin yoxdur. Sən durub İran kimi bir raketlərə sahib olan ölkəni sən təhdid edirsən. Hara güvənirsən, kimə güvənirsən, sənə kim, ümumiyyətlə sənə kim belə bir güvəncə verib ki, hə, arxandayıq, narahat olma. Xalq səninlə deyil, İlham Əliyev. Xalq razı deyil, cəmaət düzdür, yəni ət tapırıq yeməyə, başımıza vitamin getmir. Amma əlimizdə telefon var, baxırıq, görürük, araşdırırıq ki, İsrailin arxasınca düşüb gedən ya Amerikanın arxasınca düşüb gedən nə olur? Ən yaxın müttəfiqləri Almaniya, Fransa deyək ki, bugün Amerikan sözünü demirlər. Başa düşmədim, sənə kim bu ağılları verir ki, xeyir tapasan, get İsrailin arxasınca. Vaxtında kömək eləyib silahı satıb pulunu almışsan, o başqa məsələ. Dövlət maraqları var. Yoxsa sən bu kasıb xalqı, məzlum xalqı, yəni cəmaət günü 10-15 manata bir tikə çörəyə işləyirsə, sən bundan istifadə eləyib, yəni nə fikirləşirsən, pullu əskər bir komanda yaradassan, yoxsa pullu əskərlik eləyib, cəmaatın balalarını şirinlikləndirib, aparıb İranda qırmaq istəyirsən.